Önür saxla. Pişirən çoxdur, amma danışan yoxdur. Getdik. Sonra Masa arxasına. Salam. Masa arxasına xoş gəldiniz. Bugün sizlərlə mən şef Rüstəm Namazlı mən şef Elnur Eyvazov. və qonağımız Samilye Mənsur Vəliyevdir. Mənsur, xoş gəlmisən. Xoş gəldiniz. Salam, xoş gördük. Sizə yeni proyektinizdə uğurlar arzulayıram. Çox sağ olun. Və ilk sualım budur ki, Samilye kimdir? Çox maraqlı sualdır. Samilye kimdir? Samilye əslində bütün iaşə obyektlərində, xidmət sektorlarında və restoranda alkoqollu içkilərdən və alkoqolsuz içkilərdən cavabdeh olan şəxsdir. Yəni dünya bazarında, dünya praktikasında indiki halda şərablar üzərində mütəxəssis sayılır, amma Samilyenin işi həm alkoqollu, həm alkoqolsuz içkilərə cavabdeh olan şəxs və yaxud bir restoranda şərab menusunun hazırlanması, şərabların sifariş verilməyi, onların kommersiya dəyərlərinin təyin edilməsi və orada işləyənlərin müəyyən təlimlərin verilməsinə iştirak edir. Sizcə bizə Samilye lazımdır? Bizə deyəndə Yəni Azərbaycana nəzərdə tuturam. niyə də lazım olmasın ki? Yəni günü-gündən yeni məkanlar, yeni restoranlar var və bizim ölkəmiz, bizim coğrafi mövqeyimiz qədim şərabçılıq ənənələri ilə zəngin olan bir yerdir və yeni məkanlar, yeni maraqlı məkanlar varsa niyə də lazım olmasın? Yəni bu bizim insanlara yəni ehtiyajdırmı? Yəni insanlar istəyirlərmi belə bir şey olsun, yoxsa özüm sözüm içim? Yox, indiki halda hamı restorana gedəndə istəyir ki, ona kimsə bu mövzularda kömək eləsin, xidmət göstərsin. Çünki elə yeni servislər, yeni içkilər, yeni qidalar var ki, ölkəmizdə də yenidir. Məncə bu şərabçılıq, Samilye sahəsi də günü-gündən daha da istənilən bir sahələrdən biri olacaq. Belə bir sualımdır. Səncə ölkəmizdə şərabçılıq dedin, nə qədər inkişaf edib? Yəni Belə deyim, ölkədə şərab var. Amma şərabçılıqla bağlı olan bir şeylər hələ ki, necə deyim, icebergin görünən tərəfləridir. Çünki belə deyim də, mən indi qonaqlarla ünsiyyət qururam, insanlarla ünsiyyət qururam. Bizim məncə kütlənin, insanların bu sahədə hamının dediyi bir söz var, hər şey bilirəm. Yəni məncə sizin kimi bizə daha çox insanlar lazımdır ki, yəni şərabları təqdim eləsinlər, yəni bu insanlar içsin, bilsin də, yəni şərab nədir yəni. Çünki mən və mənim kimi bir neçə X adlı bir insan əgər bu xidmət sektorunda bu işi görürsə, gələn insanlara qida ilə bir yerdə uzlaşa bilən hər hansı bir içkini təqdim etməlidir. Çünki insan gəlir vaxtını xoş keçirtməyə, əylənməyə və yeməklə bir yerdə nələrsə də içməyə. Və burada düzgün seçimlər məncə məqsəd yəni satış deyil də, burada nəyinsə düzgün uzlaşmaqdır. belə deyim də, Samilye bizim sahədə, restoranlarda mən görməmişəm, nə yalan deyim. Çox az restoran ola bilər ki, ora Samilyeyə dəvət olunsun. İş tapmaq necə rahatdır sizin üçün? Belə deyim də, öz sahəmi belə gətirək də, mən filə kimiyəm, amma ölkədə fil yoxdur. Maraqlı sözdür. Bizim ölkədə bu dəqiqə üçün kəmşirin şərab sevgisi var. Bu nədən qaynaqlanır? Bu bizim yaralı yerimiz. Ümumiyyətlə biraz tam yaxın keçmişə gedək. Tutaq ki, Azərbaycan bir neçə il SSR tərkibində oldu və burada mədəniyyətlərin paylanması, mədəniyyətlərin bölüşmək faktorları da oldu. Yaxın qonşularımızı götürək. Gürcüstanda şirin şərabçılıq daha önə çıxmışdı. Moldovada quru şərabı idi. Başqa yaxın qonşularımızdan konyak idi. Kiyev, Ukraynada və Rusiyada belə deyim, araq daha çox önə çıxmışdı. Azərbaycanda daha çox portvayn idi. Və bizdə də köhnələrdən gəlmə belə bir fikir var ki, kişilər araqça, şampan və şərabı daha çox xanımlara tövsiyə edirlər. Kəmşirin də indi bugünkü halda yaxınlaşdığım istənilən masa və qonaqların 10 nəfərdən 8-i, 9-u müraciət formasında bizə kəmşirin şərab ver. Avtomatik cavabım niyə kəmşirin? Mən ancaq onu içə bilirəm, boğazımı yandırmır, ancaq onu içmişəm. Amma belə bir faktor vardı. Orada olan kəmşirin, kəmtuş filan, onun arxasında olan bütün zövqlərin qarşısını alır. Çünki istənilən bir şəraba şəkər qatıb onu kəmşirin eləmək olar. Və bizdə də bu mövzu daha çox yarılır və insanlarla biraz danışırsan və deyirsən ki, gəl bunu dad. Yəni bir dənə bunu iç. Bunun içində
düzgün servis olunanda, düzgün təqdim olunanda, düzgün qida ilə uzlaşdıranda ondan həqiqətən zövq almaq olur. O zaman mən belə başa düşürəm ki, bizdə təqdimat yoxdur şərablarda. Yəni adamların bildiyi bir şey var, davamlı olaraq bunu içmək istəyirlər. Yəni sizin kimi insanlar yoxdur deyə, yəni bu insanlara təqdim olunmur deyə şərablar, onlar haqqında məlumat verilmir deyə insanlar içmirlər. Yəni mən belə düşünürəm. Bir məlumatı gərək qarşı tərəfə onun anlayacağı şəkildə başa sala bilmirəmsə, deməli mən özüm heç nə bilmirəm. Yəqin mənim danışacaq bir sözüm, göstərə biləcəyim bir faktlar varsa, daddırmaq istədiyim nələrsə varsa, məncə hər kəs yeni dadlar, yeni zövqlər almaq istəyər. Yaxşı. Ümumiyyətlə şərabda neçə dərəcədə şərab içəndə biz ondan tam həzz ala bilərik? Dərəcədə bizdə belə deyək də, istənilən şərabı soyuq halda saxlamaq olar. Amma gəlin baxaq. Mən köpüklü şərab içirəm, zərif bəyaz içirəm, roze içirəm, sərt qırmızı içirəm, sərt bəyaz içirəm, illənməyə meylli şərab içirəm. Şərabı kolleksiya yığıram, bir yerdə saxlamaq istəyirəm. Ona görə temperatura görə buradakı müəyyən şeylər, dad faktorları dəyişir. Məsələn, bunun içində var şəkər, var alkoqol, var tanin, var aromalar. Məsəl üçün bir şey soyuq halda içəndə bunun içində qismən də olsa şəkər var. Şəkərin miqdarı azalır. Məsələn, alkoqolu isti halda içəndə biz onda sərt, kəskin boğazımızda yanğılar hiss edirik. Və yaxud donmuş bir haldan biz aroma ala bilmərik. Çünki heç birimiz marojnadan hər hansı bir aromanın gəldiyini hiss eləyə bilmərik. Çünki bu donmuş haldadır. Bu donmuş halda aromanın qarşısını kəsir, biz sadəcə daddan zövq ala bilirik. Və yaxud taninli bir şərabı əgər biz çox soyutsaq, biz orada taninin qarşısını almış olarıq və oradan gələn taninin aromaları, digər qırmızı şərablarda olan şərab faktorlarının belə deyim, zövqünü ala bilmərik. Və yaxud mən bir liser şərab içirəmsə, bizim dildə liser kəmşirin şərab içirəmsə, onu normadan aşağı temperaturda içəndə mən orada sadəcə şəkəri almış oluram. Yeməklərdə məsələn biz işləyirik mətbəxdə, məsələn qırmızı şərab əti sevir. Ağ şərabla balıq yemələri daha yaxşı olur. Sənin tövsiyələrin necə olar? Bu bəzən tam danışmaq istədim. Zövq məsələsidir, amma Çünki belə deyək də, istənilən bir şüşəni götürsək, lap yerli istehsalçıya toxunaqda, yazılıb oradakı balıqlarla gedir və yaxud ətlərlə gedir. Tamam, hansı balıq? Balıq necə bişəcək? Və yaxud ətlərlə, hansı ət? Tutaq ki, deyir ki, pizzalarla gedir. Pizza ana maddəsi zulaldır. Mənə bunun üstü lazımdır. Bunun üstü dəniz məhsulu olacaq, bunun üstü ət olacaq. Nə olacaq ki, mən bununla uzlaşdırım? Və tutaq ki, şərabları gəl belə bölək də, köpüklü şərablar, zərif bəyazlar, orta bəyazlar, roz şərablar, zərif qırmızılar, sərt bəyazlar, orta qırmızılar, sərt qırmızılar və desert şərablar. Yeməkləri də onda əgər yemək olaraq bölürüksə, tərəvəzlər, qaynadılmış tərəvəzlər, dəniz məhsulları, balıq, ağ ət, pastalar, makaronlar, ətlər və ov ətləri. Çünki bu ağırlığına görə bölünür. Lap keçək pendirə. Yumşaq pendir, sərt pendir, küflü pendir ağırlığına görə gedir. Keçək lap desertə. Meyvəli, kremli, şərbətli və şokoladlı. Bura ağırlıq prinsipinə görə yuxarıdan aşağıya doğru gedir. Və bizim də bunları uzlaşdıranda, məsəl üçün, küflü bir pendirlə mən sərt bəyazı içsəm, burada sərt küflü pendirin dad aromaları çoxdur və içdiyim şərabı demək olar heç eləyir. Və şərab yemək uzlaşmasında bir faktor var. Şərab qidanın bir sosudur və %100 dəyişilməyən aksiyoma var. Həmişə şərabın, içdiyimiz mayenin şəkər faizi, şəkərliliyi yediyimiz qidadan daha çox üstün olmalıdır ki, bunlar bir-birini balanslaşdıra bilsin. Bizdə məsələn ölkədə şərab mədəniyyətində belə daha çox restoranlarda bu var. İki məsələ var da, şərabla ya pendir, ya da meyvə. Yəni nə dərəcədə düzgündür bu? Yəni daha çox gedirsən şərab sifariş versən 100% ya meyvə asarti stola gəlməlidir, ya da ki pendir asarti. Çünki biz buna şərab olaraq baxırıq. Biz bunun içindəki üzümə nəzərə almırıq. Bunun içindəki aromatik bəyazdır, yoxsa illəndirilmiş bəyazdır və yaxud qırmızılarla qırmızı ətlər gedir deyə bir prinsip də yoxdur. Məsəl üçün götürək ki, qırmızı üzüm növlərindən bir məsəl çəkək, Pinot Noir. Bu qırmızılar arasında ən zərifdir. Bu bəzi qızardılmış bəyaz ətlərlə də gedir.
və ya çəllək görülmüş bəyaz üzüm növlərindən şardane. Bu bəzi qırmızı ətlərlə də gedə bilər ki, bunun tərkibində olan balanslaşma bunun dad faktorunu öldürmür. O baxımdan. Yəni Aynen istənilən bir şərabla, istənilən bir alkoqolla bir quru meyvə, bir meyvə yemək uzlaşa bilər. Sizə bir sual da vermək istəyirəm. Sizcə qonaqlar şərab seçərkən dada önəm verirlər, yoxsa qiymət seçirlər? Ya bizdə bir də marka xəstəliyi var da, yəni markaya görə mi şərab seçirlər, yoxsa həqiqətən dadını başa düşüb istəyirlər? Yox, hamısından var. Üstünlük, faiz nisbəti biz belə deyim də marka xəstəsiyik. Bəzən olur ki, qonaq qapıdan girməmişdən mən o markanı ver. O markanın hansı növünü orada sual yaranır. Başqa növ də var ki, ya mən ancaq adını tanıyırdım axı. Orada biz biraz dəyişmək istəmirik. Tutaq ki, mən neçə il bundan qabaq bir markanı dadmışam. Həmin vaxt masa arxasında olan qonaqlar, əhvalım yaxşı olub, o şərabı bəyənmişəm. Özümü məcbur edirəm ki, ancaq onu içim. Və özümü də məcbur edirəm ki, bunu bəyənim. Və işin əsası qonaqla danışırsan, sizin seçdiyiniz şərabla bu getmir. Biraz güvən yaradırsan, bu şərabı içir, amma baxır ki, yenə bir dadlar var. Onlar şəklini çəkeyim şərabın. Axı sən bugün o şərabı bəyəndin. Sabah ola bilər bəyənməyərsən, sabah ola bilər Əhval-ruhiyyə olmaz. həmin qonaqlarla olmayarsan, başqa yemək sifariş verərsən, o ilə uzlaşmaz. Və biz də çox qəribə bir bağlantılar yaradırıq. Məsələn, mənim dayım oğlunun sinif yoldaşı o markada işləyən kiminləsə tanışdı, mən ancaq o markanı içirəm. Və yaxud o marka ilə bir bağlılığım var. Güvən yoxdur da sanki elə bil ki də insanlarda qarşısındakı adama da. Nə bilim, biz deyəndə hamımız o toplumun içindəyik. Biz biraz dəyişmək istəmirik. Həm də Şablondan bizdə çıxmaq istəmirik də, yəni eynən. şərab çaxır, bura, çaxır standart olsun. Yəni çaxır, bir dənə çaxır ver, onun o şeyinə baxmırlar elə bil. Bilirsiniz necə, belə deyək də, mən o elit formasında təqdim olunan alkoqollu mayeli içkini içirəm ki, belə deyim də, sərxoş olum. Məsələn, biz yeyirik, misal çəkirəm də, pivəni içirik, bilirik, tutaq ki, araq içirik, bilirik, amma şərab sanki biz hələ inkişaf eləməmişik şərab üçün. Şərab biraz zadəgan içkisi kimi gəlir bizə. Deməzdim, biz yenə deyirəm, çox şərabçılıq ənənələri ilə zəngin olan bir Ölkəyə belə Çünki razıyam. bəzən müəyyən yerlərdə pauza vermişik burada. İslamın təsiri də rol oynayıb. Amma çünki üzümün ana maddəsinə, şərabın ana maddəsinə getsək, üzümdən yaranır. Üzümün də yabanı halda bitdiyi coğrafi mövqedə yaşayırıq. Deməli bizim ta qədimdən şərabçılıq ənənələrimiz var və bizim iqlimimiz, yerləşdiyimiz coğrafi mövqe şərabçılıq üçün uyğun olan üzümün bitdiyi paralellərdə yerləşirik. Həm də iqlimimizə görə də, yəni ən dad baxımından da, çeşid baxımından da ən yaxşı üzümlər də bizdə olur. Olub və bu SSRİ dövründə bu şərabçılığa qarşı olan bir prosedurda deyildi ki, bütün üzümçülüklər məhv olunsun. Bununla bir yerdə düzdür qonşularımızda da oldu. Onlar amma qismən yerli üzüm sortlarını saxladılar. İndi bəlkə mənim yaşım çatmaz bunun haqqında məlumat verim. Amma oxuduğum kitablara, eşitdiklərimə əsasən bizdə bir çox yerli üzüm növlərinin demək olar kökü kəsildi. İndi gedən bəzi şərab markalarında, şərab firmaları onlarda yabanı versiyaları var və onu demək olar ki, yenidən bazara qaytarmaq istəyirlər. Sizdə belə bir sual vermək istəyirəm. Bir sommelieni restoranımıza dəvət etdik və onun bizə qatacağı şeylər nədir? Nə qədər satasınız? Neçə pulda satasınız? Əsas satışdır. Nə bilim, çünki bizdə dünyada məşhur olan otellər Bakıda yerləşir, amma bugün onlara getsək, bəlkə də bizim restoran bazarında açıq sommelier vakansiyası düzün desəm görməmişəm. Bəlkə də bundan sonra yaranır, bəlkə də olub mən görməmişəm. Sanki biz yanaşmaq istəməmişik. Çünki deyirik ki, alkoqolu kim satır? Bar, barmen. Amma sommelier bara, barmenə, bar kollektivinə daxil olan bir vakansiya deyil. Sommelier bir restoranın formalaşmağında əsas olan 3 ünsürdən, məsəl üçün mətbəxin şef-povurundan,
restoranın menecerindən, bir də sommelier bu üçüncü demək olar restoranı üzərində gəzdirir. Çünki gələn qonağı tutaq ki, şef öz qidaları ilə qarşılayırsa, sommelier də ona uyğun bir şərablar göstərməlidir ki, mənim menyumda və yaxud mənim bazamda hansı şərablar var. Dünya statistikasına getsək, məsəl üçün yaygın olan fine dining restoranlarda yemək menyuları çox kiçik olur. Amma şərab menyuları çox böyük olur. Hətta necə deyim, 500, 400 səhifəlik və yaxud orada yazılmış adlardan ibarət şərab menyuları var, şərab kolleksiyaları var. Yəni bizdə hər hansı bir restoran və yaxud müəssisə deyə bilməz ki, mən tutaq ki 2005-ci ildə, 2006-cı ildə bir şərab almışam. Bunu hələ bazara buraxmamışam. Bu mənim amma bazamda var. Bir müddət keçəndən sonra mən artıq bunu menyuma salacağam və istədiyim qiymətə də sata biləcəm. Niyə köhnə şərab? Yəni nə özəlliyi var onun? Çünki qiymətləri çox baha olur, insanlar onun belə deyə daha çox istəyirlər. Çünki hər şeyin təzəsi şərabın köhnəsi. Amma bu o demək deyil ki, hər saxlanılan şərab dadını dəyişəcək və müsbət bir şeyə doğru gedəcək. Çünki şərab canlı orqanizmdir. Tutaq ki, bir insana zaman verirsən ki, get bir yerdə 2 saat dincəl. O otaqda yeşik çoxdur, ya səs var, ya temperatur ona uyğun deyil. Yəni nə olsun ki, orada 2 saat vaxt keçirdi, amma dincələ bilmədi. Şərabın da illənməyə doğru gedən üzüm növləri var. Elə üzüm növləri var ki, illəndikcə onda olan sərt taninlər yumşalmağa doğru gedir və müəyyən aromalar verir. Çünki adi bir meyvəni gözümüzün qarşısına gətirək. Tutaq ki, alma. Almanın çiçək variantı var, normal alma variantı var, bir də bişmiş variantı var. Hər biri almanın bir növüdür və yaranışıdır və hər birinin fərqli aromaları var. Məsələn, bir üzümün özünə məxsus aroması var. Şərab olduqdan sonra qazandığı bir aroma var. Biraz saxlanıldıqdan sonra qazandığı aroma var. Bir də var ki, ora əlavələr qatır. Məsələn, çəlləkdə saxlayırıq, o başlayır çəllək aromalarını verməyə. Amma hər üzüm qaldıqca artacaq və yaxud bahalaşacaq, dadında müsbətə doğru gedə biləcək bir şeylər deyə bir şey yoxdur. Elə şərablar var ki, onu belə deyim, təzə halda içmək bizə daha çox zövq verər, nəinki onu saxlamaqla. Mənsur, biz sənə təşəkkürlərimizi bildiririk. Çox sağ ol gəldin, bizi belə deyək, məlumatla doydurdun. Estağfurullah. İnşallah sənin də işlərində uğurlar arzu edirik və ümid edirik ki, Azərbaycanda haçansa şərab sahəsi həqiqətən də öz sözünü deyəcək, öz yerini bizim sahədə, restoranlarda tutmuş olacaq. Elə restoranlardan danışmışkən istəyirəm sizə bizim sponsorumuz Globus haqqında qısa bir məlumat verim. Globus kafe və restoran biznesləri üçün nəzərdə tutulmuş bulud əsaslı POS sistemidir. Hazırda ölkəmizdəki 1600-dən çox restoran və kafe rahatlığına görə Globusdan istifadə edir. Yalnız bizim ölkəmizdə deyil, Özbəkistan və Türkiyədə kifayət qədər aktiv müştəriləri mövcuddur. Sifarişləri izləməkdən tutmuş, ambar və maliyyəni idarə etməyə qədər bütün lazım funksiyalıqları Globusda tapa bilərsiniz. Son olaraq da onu demək istəyirəm ki, bizim izləyicilərimizdən Globusa qoşulmaq istəyən hər kəs bizim adımızdan gedərsə 10% endirim qazanacaq. Sağ olun, təşəkkürlər. Siz də bir kurs açın, tələbə yetişdirməyə Məncə də başlayın həqiqətən də inşallah. ehtiyac var. Yəni bizə belə bir insanlar lazımdır. Yəni bu günləri biz hər mənada məlumata doyduq. Təşəkkür edirik sənə, var ol. Çox sağ olun. Siz masa arxasına baxdınız. Bizi izləmədə qalın. Sağ olun. Sağ olun. Sağ olun. Murat, öpürəm səni. Çox sağ ol. Var ol. Öpürəm sizi. Sualınız bitdi, başa düşdüm. Bəyəndim.